xoşbaxt olaq. Ona görə də bizim həyatımıza fiziki hərəkətləri əlavə etməyimiz çox önəmlidir. Çünki bədən hərəkətsiz qaldıqda çox vaxt biz oturaq işlərlə məşğuluq və yaxud fiziki hərəkətlərə o qədər də önəm bəsləmirik. O səbəbdən müəyyən çətinliklər yaranır bizim zehnimizdə, bizim fiziki bədənimizdə. Bu məsələni biz əlbəttə ki, həll edə bilərik. Əsas sizin istəyinizdir. Otururuq bardaşa, dərindən nəfəsi al və buradan fırlanırıq sağa. Yenidən fırlanırıq sola. Qamətimizi düz saxlayırıq. Bədənimizdə olan, belimizdə olan gərginlikdən azad oluruq. Nəfəsi ver, fırlan. Nəfəsi al. Nəfəsi ver. Təxminən bu hərəkəti 15 dəfə bir tərəfə edirik, 15 dəfə əks tərəfə. Əla. Buradan əllərimizi qoyduq sağ tərəfdən matın üzərinə və gəlirik aşağı. Beldə dartılma yaranır. Yenidən qalxırıq. Nəfəsi ver, gəl. Nəfəsi al, qalx. Təxminən 10 dəfə bir tərəfə edirik, 10 dəfə əks tərəfə fırlanırıq. Sol tərəfə və eyni hərəkəti davam edirik. Çalışırıq belimizi bükməyək. Yenidən fırlanırıq sağ tərəfə. Belimizi qaldırırıq yuxarı, dartırıq. Orada olan gərginlikdən azad oluruq. Yenidən gəl önə, dartıl. Sinəndə, boynunda dartılmanı hiss et və belini qaldır. Nəfəsi al, nəfəsi ver. Nəfəsi al, nəfəsi ver. Nəfəsi al, dartıl. Nəfəsi ver. Bu hərəkəti edirik təxminən 30 dəfə. Buradan sağ qolumuzu uzadırıq önə və sol ayağımızı balansı saxlayırıq və bu hərəkətdə təxminən 15-20 saniyə dururuq. Qolumuz, ayağımızı qaytardıq. İndi isə sol qolumuz, sağ ayağımız. Çalışırıq qolumuzu maksimum uzadaq, ayağımızı da maksimum uzadaq. Əla. Bir hərəkətdə göstərəcəm, necə ki biz çox asanlıqla belimizdə olan təzyiqi aradan götürə bilərik. Gedirik arxaya, dartılırıq və qollarımızı maksimum aparırıq önə. Sinəmizi isə maksimum aparırıq aşağı. Buradan qalxırıq, gəlirik. Yenidən ged aşağı, dartıl və yenidən gəl önə. Nəfəsi al, nəfəsi ver. Nəfəsi al, dartıl, nəfəsi ver. Bu hərəkəti edirik 30 dəfə. Belimiz tam yumşalana qədər. Sağ əlimizi qoyduq mərkəzə, sol qolumuz getdi yuxarı, dartılır. Və buradan sol qolumuzu salırıq içəri və maksimum dartılırıq sağa. Yenidən qolumuz qalxdı, dartıldı və getdi sağa.
Bu hərəkəti edirik 10 dəfə sağ tərəfə və 10 dəfə sol tərəfə. Qol dartılır və gəlir maksimum. Yenidən dartıldı. Qollarımızı qoyduq qarşımıza. Barmaqlar baxır bir-birinə. Gəlirik aşağı. Hal-hazırda mənim çiyinlərim çox gərgindir. Belim dartılır və buradan qalxırıq. Gəldik, nəfəsi verdik, nəfəsi al, qalx. Nəfəsi ver. Nəfəsi al, qalx. Eyni zamanda da dostlar, bu hərəkət bizim sinə nahiyəmizi, sinədə olan əzəlləri gücləndirir, çiyinlərimizi gücləndirir və qollarımızı gücləndirir. Bu çox gözəldir, çünki bizim qamətimizi saxlamağa bu hərəkətlər çox önəmlidir. Sevgi ilə qalın.